Salam, dəyərli yoldaşlar. Hər vaxtınız xeyir olsun. Deməli, İMAŞEV Tədris Mərkəzinin 12 oktyabr tarixində keçirdiyi sınağın izahına baxaq. İlk sualımızda qeyd olunur ki, deməli, xəritə sxeminə verilmiş əsasən müvafiq olaraq C, A, B, C marşrutu üzrə hərəkət edən azimutları müəyyən edin. Biz baxırıq ki, A məntəqəsi, A nöqtəsi belə deyək, şimal coğrafi qütbündədir. B və C isə təqribən eyni paralel üzərindədir. Gəlin baxaq. C-dən A-ya, sonra B, sonra C. C-dən A-ya. Ümumiyyətcə, hansı məntəqədən şimal coğrafi qütbünə gedirsənsə, deməli şimala gedirsən. Şimal və ya 0 və ya 360 dərəcəlik azimut. Aha. Sonra, əgər C-A, A-dansa B-yə, əgər şimal coğrafi qütbündən hansı məntəqəyə gedirsənsə, get 180 dərəcəlik azimutda gedirsən, yəni cənuba. İndi isə B-dən C-yə, dəyərli yoldaşlar, B ilə C eyni paralel üzərində fikir versəniz yerləşdiyinə görə B-dən C-yə hara gedəndə təbii ki, bu istiqamətdə gedirsənsə, məhz şərqə doğru gedirsən, yəni 90 dərəcəlik azimutla. O zaman E variantı düzgün cavab hesab edə bilərik. Meyilliklə bağlı olan bir məsələdir. Biz ilk öncə düz və meyilli məsafəni keçəcək, X və Y. X düz məsafə və ya qısa məsafə, Y isə meyilli məsafə və ya uzun məsafədir. Y-də deməli miqyasla tapdığımız məsafə meyilli məsafədir. Horizontal tapdığımız məsələsi isə məsafə, düz məsafədir. Gəlin baxaq. A və B məntəqələri arasında 3 kilometr. 3 xəritədə sayaq, 3 vururuq 20-yə. Dəyərli yoldaşlar, 60 kilometr elədi. 60. Yazırıq 60 kilometr, yəni təbii ki 60.000 metr. Hara? Deməli, Y uzunluğu tapdıq. Hər zaman meyilli məsafə, yəni uzun məsafə 100% hesab edilir. İndi isə bizə nə soruşur? Dəniz səviyyəsi 0 metr, 400. 400-dən 0 çıxanda 2, deməli 400-dür. 400-ü nəyə böləcəyik, dəyərli yoldaşlar? 2-yə. Biz nəyə tapırıq? Kəsmə hündürlüyün. Kəsmə aralığı tapdıq ki, 200 metrdir. İndi gəlin A ilə B-nin arasında boşluğa baxaq. Kəsmə aralığına. 1, 2, 3, 4, 5, 6. 6-nı 200-ə vuran nə eləyir? 1200. Deməli, qısa məsafə və yaxud da ki, düz məsafə 1200 metrdir. Horizontal tapdığımız düz məsafədir. Miqyasla tapdığımız meyilli məsafədir. 60.000 metr, 1200 metr. İndi tapaq. Biz yazırıq burada tənasübdən, əgər 60.000 metr 100%-dirsə, o zaman 1200 metr x-ə bərabərdir. Bu da x bərabərdir. 1200-ü 100-ə vuraq 60.000-ə bölsək, 2% alınır. Yenə təkrar edirəm. 1200-ü 100-ə vurub 60.000-ə böləndə 2% edir. O zaman bura 100%-dirsə, bura isə belə deyək, 2%-dir. E variantı. Diaqram. Baxaq, dəyərli yoldaşlar. Diaqramda şimal mülayim işıqlanma quşağıdır, tropik işıqlanma, şimal qütb işıqlanma quşağıdır. Deyək ki, şimal və cənub sərhədləri arasında 5217 kilometr var. Mən təbii ki, bunu bilmək üçün ən gözəl bunun şimal ilə cənub arasında dərəcə fərqini tapmalıyam. Yəni 5217-ni meridian üzərində 111-ə bölsəm, deməli 111-ə bölsəm eləyir 47 dərəcə. Aha. Nə ilə hansı deməli işıqlanma qurşağının şimalı ilə cənubu arasında 47 dərəcədir? Təbii ki, bu deməli tropik işıqlanmadır. Çünki 23,5 və 23,5 şimal və cənub nə ki baxırıq, dəyərli yoldaşlar. Deməli sərhədləri 47 dərəcədir. Deməli A deməli tropikdir. Yazırıq 6A. Yer oxun orbitin hissəsi meyilli bucağı azalarsa, yəni 66,5 yox, misal 60 dərəcə olarsa, bu işıqlanma quşağının sahəsi artar. Bəli, bu işıqlanma quşağı dəyərli yoldaşlar, məhz deməli tropikdən qütbə aiddir. Çünki əgər versək misal 60 dərəcə, avtomatik olaraq tropiklər nədən keçəcək? 30-dan. İndi nəyin sahəsi artdı? Deməli, tropik, diqqət eləyək, tropik əvvəl 23,5-dən keçirdi, indi 30-dan keçir.
60 dərəcə olur da şimal-cənub sərhədi. Həm də qütblər. İndi 66,5 idi, indi 60-dan keçir, bu da 30 dərəcə. Qısa və konkret. Yerin orta hissəsi meyli bucağı azalarsa, yəni 66,5-i ondan az olarsa, bu işlama quşağın sahəsi artar, yəni şimal qütb və tropikin deyə bilərik. 3-ə oldu, dəyərli yoldaşlar, B. Sonra, Bakının yerləşdiyi saat qurşağının şərq sərhəddi bu işlama qurşağından keçir. C bəzən çaşdırıcı ola bilər, amma o istəyir Bakının yerləşdiyi 3-cü saat qurşağının şərq sərhəddi olsun, istəyir 5-ci saat qurşağı olsun. Bütün saat qurşaqları fərqi yoxdur. Bütün saat qurşaqları hamısı deməli eyni işıqlama qurşağından keçir. Və hansı eyni, hansı uzunluğu belə deyək, meridianı götürürsə götürək, bütün belə deyək, işıqlama qurşağını kəsib keçir. O zaman 1-ə C yazıram mən, dəyərli yoldaşlar. Sonra minimum düşmən bucağı 0 dərəcə olan enlik, yəni qütb dairəsi, dəyərli yoldaşlar, baxın. Minimum düşmən bucağı 20, deməli 0 dərəcə olan enlik qütb dairəsi, yəni 66,5-dir. Bunu yaddan çıxartmayaq. Bu enlik işıqlama qurşağının sərhəddə eşit edir. Bəli. Deməli, 66,5 dərəcə enlik hansı işıqlama qurşağının sərhəddidir? Tropik, şimal qütbdən şimal mülayimi sərhəd. Təbii ki, bu sualımıza uyğun oldu nə? 4-ə D. Sahəsinə görə ən böyük vulkanik ada olan İslandiya bu işıqlama qurşağında yerləşir. Aha. Ümumiyyətcə, şimal mülayim. Təqribən 66,5-ə yaxın bir ərazidə yerləşir. Atlantik okeanın şimalı təbii ki. Bu mülayim işıqlanma qurşağında, şimal mülayim işıqlanma qurşağında yerləşir. İslandiyadan söhbət gedir. 5-ə də E. 1-ə C, deməli 3-ə B, 4-ə D, 5-ə Y, 6-ya A. Hansı variant? D variantı, dəyərli yoldaşlar. Bu sadə bir sualdır. Deməli, eralardan dövrlər. Deməli, Herçində Baykaldır, Kaledondur. Aha, bunlar hamısını bir-bir düzək. Gəlin baxaq. Herçində nə idi, dəyərli yoldaşlar? Perim daş, deməli, perimdən karbonla belə deyək, daş kömürü və perim. O zaman 1-ə yaza bilərik DF. DF. Baykalda nə var idi? Baykalda ordu, deməli, bir dəqiqə, Baykalda var idi, deməli, Paleozoydan sonra Kembir, Ordovik, yəni B, bir də nə var idi? Ordovik, Kembir hardadır? Bir dəqiqə. C. Digərinə isə A-ya düşür də, Kaledona A-ya düşür. Hə, 3-ə A-da Y, C variantı, dəyərli yoldaşlar. C variantı. Paleozoydan söhbət gedir də, Kembir, Ordovik, Silur, Devon, daş kömür, perim. Doğru olmayan deyir. Diqqətlə baxaq, dəyərli müəllimlər. Çoxüzlü proyeksiyalar. Çoxüzlü proyeksiya icmal, yəni kiçik miqyaslı xəritə olar bunlar. Xeyr, səhvdir. Yəni çoxüzlü trapesiyalara bölünmüşdür. Təbii ki, bu yəni topoqrafik, bir də icmal topoqrafik. Ən çox icmal, yəni kiçik ərazilər olduğuna görə topoqrafik olur. Bir isə tematik xəritələr iqlim, torpaq, bitki örtüyü, təbii zona yox. Təbii zona keçir artıq nəyə? Kompleks xəritələrə. Silindri proyeksiyada toxunma nöqtəsi olan ekvadorda tərif olunmur. Toxunma nöqtəsi yox. Toxunma nöqtəsi əslində toxunma xətti olmalı. Toxunma nöqtəsi azimutalda olur. Toxunma xəttləri konus və silindrdə olur. Səhv. Deməli, zaten 1-2 səhvdir. Areal üssü hər hansı bir göstəricinin ərazidən fərqləndirə bilərik. Doğru. İki qonşu. Məsəl üçün 2 və 3-cü deməli, meridianlar arasında qalan şeyə paralel qövsü deyilir. Düz. 60 dərəcəlik enlik 1 saatda 837 kilometr hərəkət edir. Yəni istənilən bir paralelliyin kilometr saatını tapmaq üçün onun 1 dərəcəlik qövsünü, məsələn 60 dərəcəlik nə? 55,8-i 1 dərəcəlik qövsünü 15-ə vurmaq kifayətdir. Aydındır? Məsələn 55,8-i biz nəyə 15-ə vuranda 837 kilometr bölünmüş saat alınır. Yəni bu da doğrudur. Doğru olmayan deyir təbii ki 1, 2, 3 C variantı. Dəyərli yoldaşlar. Növbəti suala baxaraq.
Sualımız deyir ki, 1/228 kilometrin xərdi iki məntəqə arasında 25 santimetrdir. Bu paralel 20 dərəcəli paraleldə 70 dərəcə qövsün uzunluğuna bərabər olduğunu bilərək tərif tapaq. Tapaq. Birinci nə edirik? Miqyas tapaq. 228 nəyə vırırıq? 228 vıraq 25-ə. Birinci bu həqqi məsafəni tapaq. 228 vıraq nəyə? 25-ə. Elədi 5700 kilometr. Biri bu həqqi məsafənin. 20 dərəcəyə paralelin 1 dərəcə qövsü nə qədərdir? 104,6. Düzdür? 104,6 nəyə varıram? 1 dərəcəlik qövsü, 20 dərəcəlik paralelin 1 dərəcəlik qövsü 104,6-dırsa, bu 70 dərəcəlik qövsü nə eləyər? 70-ə vurmalıyam. Yəni 104,6 vurmalıyam 70-ə. Elədi 7000, deməli 7322. Gəlin baxaq görək. Burada indi nə edirik? 7322 5700 fərqini tapaq, çıxaq 5700. Baxaq, buradan da çıxırıq 5700 fərqi tapmaq istəyirik, eləyir 1622 kilometr. Burada nə var? Tərif var. Aha. Eyni Vendiyə gələm. Yay gün dönümü, qış gün dönümü. Şimal tropikdə günəş zenitdə olur. Yay gün dönümü, qış dönümü cənub tropikdə. Günəş ekvatora 66,5 dərəcə uzaqlığında görünür. Bəli. Ümumiyyətcə bu tarixlərdə günəşə minimum düşmə bucağı 66,5-dir. Bundan aşağı yoxdur. Ən çox minimum buradadır, ekvatorda və bu da tropiklərdə günəş zenitdə olanda baş verir. 3 ay yazır amma təbii ki. Şimal qütb dairəsində qütb gündüzdür. Əgər günəş şimalda zenitdə olmalıdır, yay gününə aiddir. Şimal qütb dairəsində qütb gecəsidir. Bu qış gün dönümünə aiddir. Bakıda gündüzlər gecədən qısadır. Gündüz artıq, yəni bu demək istəyir ki, şimal yarımkürəsində gecələr uzundur. Bu təbii ki, günəş cənub yarımkürəsində zenitdə olanda baş verir. Yəni qış gün dönümündə. London şimaldadır. Londonda gündüzlər gecədən uzundur deyirsə, deməli şimal yarımkürəsində gündüz çox uzundur. O zaman yay gün dönümü. 1-ə B-Y, 2-ə C-D, 3-ə A. Yəni A variantı. Növbəti suala baxırıq. 70 dərəcə şimal enliyi, 80 dərəcə şərq uzunluğu, 80 dərəcə şimal enliyi, 100 dərəcə qərb uzunluğu. Ümumiyyətcə, əgər uzunluqlar bir-birinin əksidirsə və ya toplamda 180 dərəcəni deyirsə, bunlar arasında ən qısa məsafə qütbbaşmaqdan olur, dəyərli yoldaşlar. Diqqətlə baxaq. Bu 90 dərəcə qütbdür. Biz uzunluqla işimiz yoxdur. Baxın, 70 dərəcə şimal enliyi, 70 dərəcə şimal enliyi, o biri də nə qədərdir? 80 dərəcə şimal enliyi. Diqqətlə baxın, 70 dərəcə şimal enliyindən 90-a qədər 20 dərəcə eləyir. 80 dərəcə şimal enliyindən 90-a qədər 10 dərəcə eləyir. Toplamda nə elədi? 30 dərəcə. 30-u, baxın, 30 dərəcə meridian, deməli, meridian üzərində hesablama gedəcək. Çünki qütbü aşanda meridian üzərində vırırıq 111-ə, bölürük nəyə? 300-ə, dəyərli yoldaşlar. Çünki əgər iki məntəqənin, dəyərli yolu, baxın, iki məntəqənin uzunluqları bir-birinin əksidirsə, hesablama paralel üzərində yox, meridian üzərində, yəni qütbbaşmaqdan gedəcək. Bizdə də həqqi məsafəni tapdıq ki, buradan 30 dərəcə məsafə var. 30-u vurduq 111-ə elədi 3330. Dəyərli yoldaşlar, 3330-da bölürəm nəyə? 300-ə elədi 11,1. Keçək növbəti suala. Növbəti sualımıza nədir? 70 dərəcə paralel sürəti, 50 dərəcə paralel sürəti neçə saniyə azdır? Burada istənilən bir paralelliyin dəyərli yoldaşlar. Kilometr saatını tapmaq üçün 15-ə vurırıq. Kilometr bölmüş saat. Əgər bizdən soruşsa ki, metr saniyə, 15-ə vurduqdan sonra 3,6-ya böləcəyik. İndi baxaq. 70 dərəcə paralel, 50 dərəcə paralel. Birinci, onların dərəcə, yəni 1 dərəcəlik qövsünü çıxsaq bəs eləyər. Yəni 50-də 71,7, düzdürmü? Çıxıram, 70 dərəcəyə paraleldə nə qədərdir? 38,2. Gəlin birinci zaman tapaq. 71,7 çıxaq 38,2. Elədi nə?
Deməli, 33,5. Həmən dəyərli yoldaşlar, bu 33,5-i vırıram 15-ə metr bölmüş saniyədir. Çünki 1 saatlığımız 15 dərəcə fıranı yer kürəsi. Ona görə. Bölürəm nəyə? Baxın, 3,6-ya. Görək bu nə eləyəcək? Vıraq 15-ə, bölək 3,6-ya. Eləyir, dəyərli yoldaşlar, 139 metr bölünmüş saniyə. Aha, cavab C variantıdır. Yenə təkrar edirik. Əgər kilometr bölünmüş saat deyəndə vırırıq 15-ə, diqqətli olaq. Əgər desək ki, metr bölünmüş saniyə, vırdığımızı 15-ə, vırdığımızı bölürük 3,6-ya. Bu məşhur suallardan biridir. Diqqət eləyək. A nöqtəsi, B nöqtəsi 40 dərəcəli paraleldə, D ilə C ekvator üzərindədir. A nöqtəsində hərəkətə başlayan təyyarə birinci dəyər şərq istiqaməti 3416 km A-dan B-yə. Nə qədər? 3416 km. Gəlin görək. Ekvator deməli 40 dərəcəli paraleldə 3416 km neçə dərəcədir? Təbii ki, 40 dərəcənin 1 dərəcəli qoysa 85,4-dür. 85,4 görək neçə dərəcədir? 3416 bölək 85,4 elədi 40 dərəcə. Dəyərli yoldaşlar, A ilə D eyni meridian, B ilə C eyni meridiansa, avtomatik olaraq C ilə D də əgər 40 dərəcədirsə, bu da 40 dərəcə olacaq. Çünki A ilə D eyni meridiandır, B ilə C eyni meridiandır. İndi nə deyir? Deyir ki, C nöqtəsindən hərəkətə başlayan ikinci təyyarə isə qərb istiqamətdə D məntəqəsinə çatmışdır. Aha. İndi mən birinci A-dan B-yə qədər 40 dərəcədirsə, görək C-dən D-yə 40 dərəcə neçə kilometrdir? Ekvator üzərində 40 dərəcə 4440 kilometrdir. Niyə? Çünki 111-ə vurdım. Deməli, həmin məsafə 40 dərəcə paralel üzərində 3416, ekvator üzərində 4440-dır. İkinci təyyarənin bu uçuşu 5,5 saata başa vurduğuna görə onun orta sürətini tapın. Aha, bunu rahat şəkildə tapa bilərik. Elə 4440 kilometri biz 5,5-ə böləndə 4440-ı 5,5-ə böləndə eləyəcək nə? Yəni 1 saata tapdığında 807 kilometr saatda sürətlə hərəkət edir bu təyyarə. 4400, tənasüb üzərində yaza bilər. 4440 kilometr 5,5 isə 1x-ə bərabərdir. D variantı məlumdur. Sonra nə deyir burada? Dəqiqə. Xüsusi miqyası rahatdır. Dünya xəritəsində 30 dərəcə şərq zonu, 90 dərəcə qərb zonu arasında ən qısa məsafə 70 dərəcəli paralel üzərində 30 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyas tapın. Dəyərli yoldaşlar, siz diqqət eləyin. Burada yenə də birinci belə aparan kimi tez 70 dərəcəli, məsəl üçün 90 dərəcə qərb uzunluğu, bəli 30 dərəcə şərq uzunluğu toplayıb 70 dərəcəli paralelin 38, 1 dərəcəlik qövsünə vuranda da hesablaya bilərsiniz. Amma sualın buyuruşuna diqqət edin. Ən qısa məsafədir. Bəlkə bu qütbü aşmaqdandır. Bu əgər məsələn fərqli yarımkürədə 120-ni məsələn niyə 120 fərqli yarımkürə 120-ni vursa 38,2-yə. Gəlin baxaq görək. 120-ni vursaq 38,2 eləyir 4584 kilometr. Bu nədir? Paralel üzərində hesablamadır. Gəlin qütb aşmaqdan keçək, dəyərli yoldaşlar. 70 dərəcəli paraleldən hesablasaq, 70-dən baxın 70 dərəcəli paralel üzərindədir zaten 2 məntəqə ikisi də. 70-dən 90-a qədər 20, yenə də buradan da 70-ə qədər 20, 40 dərəcə. 40-ı da vururaq nəyə? 111-ə. Elədi 4440 kilometr. Deməli, paralel üzərində 4585-dir. Meridian üzəri qütb aşağında 4440-dır. Söhbət nədən gedir? Deməli, qütb aşmaqdan hesablaymış. Həmin xüsusi miqyas nədir? Xüsusi miqyas xəritədə tərif olan hissədir.
Yəni xəritədə paralel və medianların həqiqi məsafənin xəritədəki məsafəyə nisbəti xüsusi miqyasdır. 4440-ı da 30-a bölməliyik və bu 30-a miqyas çıxacaq. Baxaq, 4440 bölək 30 eləyir 148 kilometr tərif olan hissə. Yəni, arxasında 5 sıfır salanda B variantı edir. 21 martda Günəş harda zenitdə olur? Ekvatorun üzərində. Yəni, səhər saat 06:00-dan məhz deməli, axşam 18:00-a ekvator üzərindəyik. Reykjavik hardadır? İslandiya. İslandiyada təqribən, yəni hətta bizdən də deməli 60 dərəcəlik paralelə yaxındır. Lap elə 60 dərəcə də qoya bilərik təqribi. Yəni bu əgər Günəş diqqət eləyək, bu belə deyək də, Reykjavikdə səhər-səhər 21 mart günü Günəş hardan düşür? Belə deyək. Yəni səhər-səhər 06, 07, 08 günortaya qədər cənub-şərqdən düşür. Kölgə, məsələn Reykjavik olsun bu, kölgə şimal-qərbdir. Günorta saat 12-dən cənubdan düşür. Deməli günorta şimaladır. Axşamüstü cənubi-qərbdən düşür. Günorta kölgə şimal-şərqədir. Bizə saat 8 deyirsə, avtomatik təqribən səhərə yaxın deyir də. Yəni səhərə yaxın deyəndə hə də, günəş çıxana yaxın. Kölgənin istiqaməti şimali-qərbdir dəyərli yoldaşlar. Kölgə, baxın, bunu soruşur. Bu. Günəş buradan düşür. Yəni cənubi-şərqdən, kölgə isə şimal-qərbdir. Yəni B variantını seçə bilərik. Reykjavik İslandiyanın paytaxtı. Aha. Deməli, 77 dərəcə cənubi illik 66 dərəcə şərq üzü qütb günündən başladı və onunla 180 dərəcəlik uzunluqda fərqinə malik olan, uzunluq fərqi deyəndə artıq belə eləyəcək də, 180 dərəcəlik uzunluq fərqinə malik olan, 77 dərəcə yenə cənubi illik olacaq. Amma uzunluq fərqli olacaq. 66 olmayacaq, olacaq belə 114 dərəcə qərb uzunluğu. Cənubi enlik olacaq. Diqqət elə, paralel üzərində. Gündüzdən başladı. Təbii ki, bu paralel üzərindədir. 66 dərəcə şərq uzunluğunun əksi nədir? 114 qərb uzunluğu. Həmən bura deyir. Dəyərli yoldaşlar. İndi burada bizə deyir ki, həmən uzunluq fərqlə malik olan məntəqə Günəş şüalarının düşmə bucağını tapın. Ümumiyyətcə 77 dərəcə cənubi enliyində qütb gündüzə başlayırsa, avtomatik Günəş hardadır? Günəş zaten cənub yarımkürəsində, amma neçədər? 13 dərəcədər. Niyə? Ümumiyyətcə belə bir qeyd var ki, deməli, qütb gecə gündüzlərinin başladığı enliklə Günəşin zenitdə olan enlik nə etməlidir? 90 dərəcəni verməlidir. Yəni 77 dərəcə cənubi enliyində Günəş 77 dərəcə baxın, 77 dərəcə cənubi enliyində artıq cənuba doğru 90-a qədər, 90 və 90 da keçir təbii ki, orada qütb gündüzləri başlayırsa, nədir? Deməli, burada Günəşin düşmə bucağı, Günəş harada zenitdədir? Məhz burada zenitdədir, dəyərli yoldaşlar. İndi, bura 90 dərəcədir. Təbii ki, bu 13 dərəcə cənubi enliyində Günəş düşmə bucağı 90 dərəcədirsə, bu itirə-itirə, baxın, azala-azala gəlir. 90-a qədər, məsələn, 77-sini itirdi. Qaldı 13 dərəcə. Deməli, 90 cənub coğrafi qütbünə 13 dərəcə düşür. Aydındır? Çünki niyə? Belə deyək, 77-dən 90-dan deməli 13 çıxanda 77, 77 deməli buradan da 90-dan yenə də 77 13 dərəcə. Bir də həmən məntəqəyə 13 dərəcə nə olur? 77 dərəcə cənubi enliyi və 114 dərəcə qərb uzunluğuna burada 13 dərəcə itirir. Deməli həmən nə olacaq? 0 olacaq. Həmən məntəqəyə 0 dərəcə Günəşin düşmə bucağı vardır. Müşahidəsi 22 dekabr günorta vaxtı. Günəşi özündən cənubda görürsə, o verilən coğrafi xəritədən hansı ola bilməz? Cənub yarı müşahidəsi Günəş 22 dekabrda hardadır? 23,5 dərəcə cənub enliyində. Günəş buradadır. Şərtə diqqət eləyək.
günorta vaxtı günəşi özündən cənubda görürsə, deməli, bu verilən coğrafiya bu məntiqdən 23,5-dən şimalda qalan enliklərdir ki, günəşi özündən cənubda görür. Bir də təkrar edirik. 23,5 dərəcə cənubi ilə günəş zenitdədir. Deyir ki, özündən cənubda görürsə, günəş bunlardan həmin bu məntəqədən şimaldadır. Yəni yuxarıda olan belə deyək, enliklərdir. Hansı ola bilməz? Bundan cənubda ola bilməz. Məsəl üçün 27 dərəcə cənubi enliyində bu olsa, özündən cənubda ola bilməz, özündən şimalda görür artıq bu günəşi. Özündən şimalda görür. Yəni A variantında qətiyyən ola bilməz. Baxaq dəyərli yoldaşlar. 40 dərəcə cənubi enliyində yerləşən, 40 dərəcə cənubi enliyində yerləşən meyilliyi 8 dərəcə şimala, 8 dərəcə şimala olanda nə elədi? 32 dərəcə cənub enliyi. Artıq bu çıxdı işinə. Deməli, 40 dərəcə cənub enliyində yerləşən düzənliyin şimala meyilliyi 8 dərəcədir. O elədi 32 dərəcə cənub enliyi. Günorta vaxtı günəş şüaları maksimum düşmə bucağı 33 dərəcədir. Bu zaman tropiklər arası məsafəni tapın. Dəyərli yoldaşlar, artıq burada tropiklər dəyişib. Yəni qütb endarəsi dəyişib. Burada maksimum düşmə bucağı 33 dərəcədir bu enliyə. Biz nə edirik? Günəşin maksimum düşmə bucağını yazırıq. 90 dərəcə çıxaq. Enlik nədir? 32. Maksimum deyirsə çıxaq. 23,5 yaza bilmərik. Çünki bilmirik. X-dir. Bərabərdir 33. Günəşin minimum düşmə bucağı verib özü. 90 dərəcə çıxaq 32, üstə gələ x bərabərdir 35, 33. 90-dan 33 58 eləyir. 58 üstə gələ x bərabərdir. Bir dəqiqə. Dəyərli yoldaşlar, 58 60 32 dərəcə cənub enliyi. Bir dəqiqə. Dəyərli yoldaşlar, bir dəqiqə bağışlayın. Burada 33 yox, deməli 83 olmalıdır. Bir dənə bağışlayaq buradan. Bir də başlayaq başdan. Diqqət eləyək. Bunu düzəldək. Burada texniki səhv olub. Niyə? Burada 33 yox, 83 olmalıdır. 83. Bunu belə yadda saxlayın. 83 olmalıdır, bəli. 40 dərəcə cənub enliyində yerləşən, 40 dərəcə cənub enliyində yerləşən dağın şimala meyilliyi. Şimala meyilliyi nə qədərdir? 8 dərəcə. 8 dərəcə isə nə elədi? 32 dərəcə. Düzdürmü? 32 dərəcə cənub enliyi. İşimiz qurtardı bundan. Deməli, 32 dərəcə cənub enliyinə günəşin günorta vaxtı günəşin maksimum düşmə bucağı 83 dərəcədir. Bu zaman tropiklər arasında tapaq. Maksimumdan düsturunu yazırıq. 90 dərəcə çıxaq. 32 dərəcə enlik. Çıxaq x. X nəyə yazdım tropiklərin yerinə? Çünki bilmirəm tropik 30-dur, 28-dir, hər nəsə. Baxaq. Bərabərdir 83. 90 çıxaq 32, üstə gələ x asılır. Bərabərdir 83. Demək 90-dan 32 çıxanda 58. 58 üstə gələ x bərabərdir 83. X bərabərdir 25. Deməli, dəyərli yoldaşlar, tropiklər 25-dən keçəndə 32 dərəcə cənubi enliyindən maksimum düşmə bucağı 83 dərəcədir. Avtomatik bunu yazırıq. 25 şimal, 25 cənub. Düzdür, arasındakı məsafəni deyir. Tropiklər nə eləyir? 50 dərəcə. Fərqli yarımkür. 50 nə vururam nəyə? 111-ə. E variantı edir. Deməli, baxırıq dəyərli yoldaşlar, 16-cı suala. Doğru ifadələri soruşur bizdən. 16-cı sual deyir ki, yer kürəsi qütb hissələrində cazibə qüvvəsi deməli zəifdir, yox, güclüdür. Sonra Marsla yer orbiti yerlə arasında asteroid yox, Marsla Yupiterin arasında asteroidlər yerləşir. Özü xətrə ən uzun müddət fırlanan Mars deyil, nədir? Deməli 243 günə məhz Veneradır. Saturn ən böyük peyki Oberonion, Titania və Oberion düz. Neptun, Uran, Saturn, Yupiter kiçikdən böyüyə düzülüşdür, düzdür. Merkur Gəncədə, Merkur nizam Gəncəvadının krateri var. 4, 5, 6, C variantı.
12 dərəcə cənub enli günəş zeniti bu zaman şimal yarımkürəsində olan günəş şarı düşmə bucağı ilə qütb ulduzunun görünmə bucağının eyni olduğu enliyi tapın, dəyərli yoldaşlar. Dəyərli yoldaşlar, diqqət eləyək. Çox maraqlı bir sualdır. Günəş 12 dərəcə cənub enliyində zenitdədir. Bu zaman şimal yarımkürəsində fərqli yarımküre olduğunda toplayacağıq. Günəş şüalarının düşmə bucağı ilə qütb ulduzunun görünmə bucağı eyni olduğu enliyi tapmalıyıq. Biz o günəşin düşmə bucağında 90 dərəcə çıxaq. Enlik bilmirəm harda. X yazıram. Dəyərli yoldaşlar, enli X yazıram. Nə olur? Üstə gələk. Çünki niyə 12 dərəcə cənubda, bir də şimal yarımkürəsində hər hansı bir məntəqəni axtarıramsa, fərqli yarımkürədir. O üstə gəlirəm 12 zenitdə olan bərabərdir X. Baxın, günəşin düşmə bucağı ilə həmən enlik bir-birinə, qütb ulduzu təbii ki, bir-birinə bərabər olmalıdır. Ona görə x yazdım. Yazıram 90 çıxaq x çıxaq 12 bərabərdir x. Nə? 90-dan 12 çıxanda eləyir nə? 78 bərabərdir 2x. X bərabərdir 39. Deməli, 39 dərəcə şimal enliyinə günəşin, burada günəş zenitdə olanda, diqqət edin, günəşin düşmə bucağı ilə qütb ulduzu, yəni 39 dərəcə görünür də, yəni 39-da 39 yönlü. 39 dərəcə şimal enliyi qütb ulduzu ilə günəşin düşmə bucağı eynidir. Aha. Gəlin baxaq. 21 martda günorta vaxtı, A nöqtəsində 21 martda, baxın, ekvatordur zaten. Diqqət eləyək. A nöqtəsinə bastırılmış dirəyin uzunluğu 0 metrdir. 0 metrdirsə, əslində belə deyək, ehtiyac yoxdur buna. Burada nə edirik? Ekvator üzərindədir burada. Ekvatorun üzərində 21 martda. Çünki niyə? Burada hardan bildik ekvatorun üzərindədir? Günəş günorta vaxtı, yəni 12:00 burada kölgə 0-dırsa, mütləq şəkildə bu ekvatorun üzərindədir. Ekvator üzərindədir 21 mart günü. Madrid şəhəri isə 40 dərəcə şimal enliyidir. Deməli, 4 dərəcə qərb uzunluğudur. 4 dərəcə qərb uzunluğudur. Burada saat neçədir? 06:00-dur. Dəyərli yoldaşlar, əgər burada 06:00-dursa, biz həmən enlilik 21 martda olan şaquli bastırdığımız kölgə 0-dırsa, orada saat 12:00-dur. Deməli, bu da təbii ki, qırğıncdır. Mən həmən bu məntəqədən, bu enlikdən 90 dərəcə şərqə doğru getməliyəm. Bura zaten Madriddir. 90 dərəcə şərqə getməliyəm ki, saat 12 ekvator üzərində A məntəqəsini tapım mən. Axı 06:00, 12:00, 90 dərəcə 6 saat eləyir. 6-nı da vururam nəyə? 15-ə. Elə 90 dərəcə. 90 dərəcə şərqə gedən nə eləyir? 86 dərəcə şərq uzunluğu. Demək, ekvator. Bu da oldu A məntəqəsi. Əla. Həmən məntəqə 21 mart günü 86 dərəcə şərq uzunluğu saat 12:00 oldu. Hardan bildik 12:00? Çünki günorta vaxtı günəşin düşmə bucağı 0-dırsa, bu 12:00 ekvator üzərindədir. 06:00-da buradadır. Nə deyir? Həmin anda Madrid şəhərində, demək, A nöqtəsi Madrid şəhərindən hansı istiqamətdə yerləşdiyini tapın. Yəni, bu A, bura Madriddə, bura Madrid. Hardadır A məntəqəsi? Cənubi şərqində. Cənubi şərqində. Cədvələ verilmiş əsasən xəritələri ayıraraq da ölçüsü 25-in 40-a kağıza təsvir edilərsə, hansı ölkənin xəritəsinin miqyasının daha böyük olduğunu deyilir. Ümumiyyətcə, əgər eyni səhifədə müxtəlif ərazilər təsvir olunarsa, məsələn, burada görürsünüz, hamısı 25-in 40-adır. Böyük sahə kiçik miqyaslı, kiçik sahə böyük miqyaslıdır. Əgər bizə böyük miqyasını soruşursa, deməli, kiçik ərazini götürməliyik. Hansını? Albaniyanı. Albaniyanı, dəyərli yoldaşlar. Gəlirik, koordinat tədqiqat metodu var, qrafik var, vizual var. Gəlin baxaq. Azimut və istiqamətlərin təyin etməsi. Doğru, 100%. Sonra nəqliyyat magistralları, vizual, yamacların meyilliyi, qrafik, miqyas dərəcə toruna görə, koordinometrik, coğrafi koordinatların təyini, koordinometrik, ərazinin relyefi, qrafik. Nə oldu? 1, 4, 5. Yəni, E variantı.
Hansı bənd yanlışdır? Yanlış ifadəni soruşur. Deməli, kartoqrafiyanın banisi yerimək düzdür. Coğrafi şəbəkə qlobusda meridianlar düzdür. Uzunluq tərifi xəritədə meridianı yaratdırır. Düzdür. Aha, diqqət eləyək. Məsafə, sahə, forma tam xeyr, konform nə idi? Yəni bucaq tərif olunur da, bərabər bucaqlı. Və bucağın ikinci bir adı nədir? Məsafə. Belə məsafə demir, belə eləyək də. Əslində deməli tam tərif olunur. Axı biz də orada nə deyirdik? Deyirdik ki, bağışlayın, burada forma tərif olunmur. Konformlu forma qətiyyən. Generalizasiya düz mütənasibdir, miqyasın kəmiyyəti ilə düzdür. Yanlış olan D variantıdır. Bu sual biraz çaşdırıcı ola bilər, amma biz bunu tapmalıyıq. Gəlin baxaq. A 1800-dür, baba, bu A 1800-dür. Təpənin nisbi hündürlük fərqini tapmalıyıq. Birinci burada kəsmə hündürlüyünü tapmalıyıq. Kəsmə hündürlüyünü tapanda da 2450 daxili meridian üzərində, horizontal üzərində deyil. Nə edirik? 2450 çıxaq. Birinci 1800-dür, dəyərli yoldaşlar. Hə, fərqi tapacaq. 2450-ni çıxacaq. 1800. Elə də 650. Baxın. 650 ilədir. Dəyərli yoldaşlar, A ilə 2400 arasında, 2450 arasında neçə dənə boşluq var? 1, 2. 2 dənə kəsmə aralığı var. Bölürəm 2-yə. Elədir nə? 325. Bir də ki, 650-nin yenə dəyərli yoldaşlar, A ilə 2450-nin arasında 2 dənə kəsmə aralığı var. Bir dənə də boşluq var. Yəni 2 kəsmə aralığı. Bir boşluq elədir 3. Dəyərli yoldaşlar, gəlin baxaq. 650-ni 3-ə bölən nə elədi? 216. 216-dan böyük, 325-dən kiçik 1800-ü tam bölən bu kəsmə aralıqdır. Bir də təkrar edirəm. 216-dan böyük, 325-dən kiçik 1800-ü tam bölən, bəli, kəsmə aralığı bu da 300 eləyir. Deməli, 300 metr kəsmə aralığıdır. O zaman A-dan aşağıdakı horizontal nə olacaq? 1800 A-dır. Bu olacaq 1500. Bir də B olacaq nə? 1200. Deməli, biz əgər nisbi hündürlük fərqini tapmaq üçün 2450-dən 1200 çıxmalıyıq ki, nisbi hündürlük fərqini tapaq. Çıxanda da 1250 edir. Aha, baxaq dəyərli yoldaşlar. Deməli, Eyler-Venn diaqramına əsasən qələmimizi götürək. Uyğunluğunu tapın. Qlobus və xəritə. Təbii ki, kartoqrafi təsvirlərdir. Paralel və meridianla birləşməsindən yaranan şəbəkə kartoqrafik şəbəkə adlanır. Aha, nə üzərində? Kartoqrafik təbii ki, xəritə üzərində. Desəydik ki, coğrafi şəbəkə götürməliydik qlobusa. Yer kürəsinin orbitin hissəsinin meyliyini görmək olur. Dəyərli yoldaşlar, meyliyini görmək təbii ki, qlobusda görə bilərsən də, xəritə üzərində onu görə bilməzsən. Aha. Vizual olaraq eyni anda yer kürəsinin bütün sahəsini görmək olar. Bu xəritədədir. 3. Sonra orta miqyaslı 500 kilometr isə bəli, bu miqyaslı 830 kilometr kiçikdir. 500 kilometr ortadır, 300 kilometr böyükdür. Kartoqraf təsvir vasitəsidir. Bəli, hər ikisi. Kartoqraf generalizasiyaya məruz qalır hər ikisi. Deməli, 1-ə 2, 4, 2-yə 1, 3, 3-ə 5, 6 nə oldu? A variantı. 22 dekabr tarixində Azərbaycan hansı rayonunda müvafiq olaraq cismin kölgəsi ən qısadır? Ümumiyyətlə, bütün tarixlərdə, nəinki 22 dekabrda, bütün tarixlərdə Azərbaycanın cismin kölgəsi ən qısa deyilsə, biz tropikə ən yaxın olan rayonları nəzərdə tuta bilərik. Yəni, burada təbii ki, variantlar asılıdır. Ən cənubda olanı Astara, Lirik, məsəl üçün, Yardımlı, bunu götürə bilərik. Məsəl üçün, burada biz varianta baxaq, digər varianta da. Aha, ən cənubda yerləşir və gecənin uzunluğu ən uzun olduğu isə biz 22 dekabrdan söhbət gedir. Mütləq şimal deməli qütbə yaxın olanını götürməliyik. Məsələn, Balakən, Zaqatala, Quba, Xaçmaz. Təbii ki, bu da yenə də sualın qoyuluşuna asılıdır. Qısa və konkret. Əgər kölgənin ən qısası deyirsə 22 dekabrda ən cənubda olanı götürürük, yəni cənuba yaxın. Gecənin uzunluğu isə şimala yaxın. O zaman biz baxırıq ki, Lirik və nə ola bilər? Qusar ola bilər.
Bəli. Çünki ən cənubda kölgə qısadır, ən uzaqda isə nədir? Gecənin uzunluğu çoxdur. Azərbaycan siyasi xəritəsində cəmiyyətini 2 dəfə azaldanda, baxın, miqyas Şuşa və Gəncə şəhəri arasında xəttəki məsafə necə dəyişəcək? Təbii ki, miqyasın cəmiyyətini 2 dəfə azaltmaq elə onu 2 dəfə böyütmək deməkdir. Misal, 1 bölək, baxın bunu, belə bir rəqəmdir. Cəmiyyət nə qədərdir? 40.000. İndi bunu 2 dəfə azaltsaq, 1 bölək 20.000 eləyirəm. Baxın, 2 dəfə azalt. Deməli, miqyasın özü nə oldu? 2 dəfə böyüdü. Axı cəmiyyətlə miqyas arasında tərs mütənasiblik var. 2 dəfə böyüyür. Günəş B məntəqəsi günəşin minimum düşmə bucağı 30 dərəcə olarsa, bu zaman xərçəng tropikinin fırlama sürətini metr bölünmüş saniyə müəyyən edin. Dəyərli yoldaşlar, minimum düşmə bucağı əgər 30 dərəcə olarsa, yəni 40 dərəcə cənub enliyinə, biz tapmalıyıq ki, tropiklər hardan keçirsə buna minimum düşür. O zaman yazıram mən. Minimum düşmə bucağı 90 dərəcə çıxaq 40, dəyərli yoldaşlar, minimum deyiləndə üstə gəlirəm. X biliminə bərabərdir nə? 30 dərəcə. Enliyi verib 90-da. Burada X nədir? Həmin tropikdir. Normalda günəşin minimum maksimum düşmə bucağında 20,5 olurdu düsturda. İndi həmin tropiki bilmirəm. 30 dərəcə düşür minimumda. 90 dərəcə çıxaq 40, çıxaq X bərabərdir 30. 50 çıxaq X bərabərdir 30, X bərabərdir 20. Düzdür? 20 dərəcəlik paraleldən keçirsə, tapdıq ki, tropiklər 20 dərəcəlik paraleldən keçir, dəyərli yoldaşlar. 20 dərəcəlik paraleldən keçirsə, onun metr bölünmüş saniyə tapmaq üçün nə edirik? Onun 1 dərəcəlik ölçüsü nə qədərdir? 104,6. Onu vururuq 15-ə, bölürük 3,6-ya. Baxaq. 104,6 vuraq 15-ə, bölək 3,6-ya eləyir 435,8 metr bölünmüş saniyə, dəyərli yoldaşlar. Hansı ərazinin xəritəsinin tərtibatı zamanı eyni səhifədən istifadə olunarsa, miqyası kiçikdən böyüyə düzün. Kiçikdən böyüyə düzün deyə, dəyərli yoldaşlar. Baxaq. Eyni səhifədə təsvir olunarsa, böyük ərazi kiçik miqyaslı, kiçik ərazi böyük miqyaslıdır. Bir də təkrar edirəm. Eyni səhifədə müxtəlif ərazi təsvir olunarsa, təbii ki, burada müxtəlif ərazidən söhbət gedir. Müxtəlif ərazi təsvir olunarsa, böyük sahə kiçik miqyaslı, kiçik sahə böyük miqyaslıdır. Biz burada baxırıq ki, təbii ki, bunlar eyni uzunu hamısını deməli 15 dərəcədir. Hamısı. Amma ekvator boyu ərazilərdə, məsəl üçün 3-dür, 4-dür, demək bunlar da daha çoxdur sahəyə malikdir. Amma 1-dir, ən kiçik sahə 1-dir. Çünki niyə? Qütbə yaxındır. O zaman, dəyərli yoldaşlar, mənə nə deyirdi? Deyirdi ki, miqyası kiçikdən böyüyə düzün. Miqyası kiçikdən böyüyə düzmək üçün gərək mən sahəni böyük götürəm, miqyas kiçik olsun. Sahəni böyük götürsəm, 3-dən başlasam, ya 3-dən başlamalıyım, ya 4-dən başlamalıyım. Çünki eyni, ekvator eyni yaxındır. 3, 5. 3, 5 ola bilməz. Çünki 3-dən 5-ə keçə bilməz. Səbəb nədir? Baxaq, deməli, 3, 5, deməli 2. 3, 5, 2-dən, burada axı 2 alınmır. Çünki 3-dən, 5-dən 2 eyni yerdədir. Eyni enliklərdədir. Aydındır? Məsələn, 3, 5, 1 olsaydı olardı. Gəlin, baxaq 4-dən. 4 götürdük. Sonra 5, baxın, 0-dan 15-in arasındadır. 5, 15-dən 30-un arasındadır. 1 isə 30-dan 45-in arasındadır. Qısa və konkret mən ekvatorda qütbə doğru getisi azalmalıdır ki, kiçikdən böyüyə düzmək miqyası. Elə düzgün variant nədir? 4, 5, 1-dir. D variantı. 63 dərəcə şərq uzunluğu 3-cü saat qurşağının şərq sərhəddi. Yəni, baxın, 3-cü saat qurşağının şərq sərhəddi 4-cü saat qurşağının qərb sərhəddidir. Bunların arasında dərəcə fərqi nədir? 3,5. 3 üstə gələk 4 bölək 2. 3,5.
Biz birinci tapmalıyıq görək 63 dərəcə şərq uzunluğu 3-cü və 4-cü saat quşağının sərhəddi təşkil edirsə, 1 saata neçə dərəcə fırlanır? 63-ü böləcəm nəyə? 3,5-ə. Elədi 18. 63 bölək 3,5 bərabərdir 1 saatımızı 18 dərəcə fırlanır. Dəyərli yoldaşlar. Aha. Uyğun 70 dərəcə. Deməli 18 dərəcə qərbi deməli 1 saat 18 dərəcə 360 18-ə böləndə 20 saat quşağı eləyir. Aha 24 deyil, artıq 20-dir. 20-dir. 70-i dəyərli yoldaşlar, nə edirəm? 70 dərəcə qərbi yerləşdiyi saat quşağı 70-i 18-ə böləndə nə eləyir? Deməli 4 eləməz 3 36. Bu nə qədər qalır? Yox, bağışlayın. Deməli 3 eləndə o 36 nədir? 30 3 8 54. 54 burada nə qaldı? 16 qalır, eləmi? 16. 16 da nədən böyükdür? Normalda 7,5 idi. İndi 18-in yarısı 9-dan böyükdürsə üstünə 1 gəlirəm. Eləyir 4. Aydındır? 4-dür. İndi 20-dən, əvvəllər 24-dən çıxırdı. İndi 20-dən çıxacam. 4 bərabərdir 16. Yəni B variantı. 70 dərəcə qərbi uzunluğu deyirsə, birinci dəyərli yoldaşı qərbdə olduğuna görə 360-dan çıxacam 70-in. Bərabərdir 290. 290-ı böləcəm nəyə dəyərli yoldaşlar? Baxın, 14-dən 15-in sərhəddi 14,5 eləyir. Yəni toplayıb bölürsən 2-yə. Biz nə edirik? 290-ı böləcəyik 14,5-ə. Elədi 20 dərəcə. 1 saatımız 20 dərəcədir. Deməli, bu sualda Bakı şəhəri ilə London şəhəri arasında yerli vaxt fərqini tapın. Baxaq, dəyərli yoldaşlar. Əgər 1 saatımız 20 dərəcədirsə, bəs deməli 1 dərəcəmizdən neçə dəqiqədir? Onu tapmalıyıq. 1 dərəcəmizdirsə. Baxın, təbii ki 60 dəqiqəmiz eləmədi. Elədi də 20 dərəcə. Düzdür? Bəs 1 dərəcəmiz x bərabər nə elədi? 3 dəqiqə. Deməli, 1 dərəcəmiz normalda 4 dəqiqədir. İndi bu sualda oldu 3 dəqiqə. Yer kürəsi 1 saat, yəni 1 dərəcəni 3 dəqiqə fırlanır. Bakı ilə Qırğınçda Bakı. Arada neçə dərəcə var? 50 dərəcə. 50 də 1 dərəcəmiz 3 dəqiqədirsə, 50 dərəcəmiz nə qədərdir? 150 dəqiqə. 150 dəqiqədə nə qədərdir? 2,5 saat. Hə, dəyərli yoldaşlar, deməli, sualımıza baxaraq Euler-Venn diaqramına əsasən deməli, burada məlumatı həndəsi fiqurlar, daha çox dairə və sütunlar, kartoqram və kardiaqram var da təbii ki. Baxırıq ki, burada nədir? Kardo diaqramına 1 kardo diaqramındır. Sonra diaqramda dairənin böyüklüyü, bu da yenə də kardo diaqramındır. İqtisadi göstəricili deyiləndə hər ikisini götürəcəyik. Sonra məlum nöqtə ştrixləri deyəndə kardoqram, hər hansı bir kəmi göstərən ərazi daxilinə vizual deyirsə, yenə də kardoqram. 1-ə 4, 5, 2-yə 1, 2, 3-ə 3, yəni B variantı. B variantı, hə, düz. Dəyərli yoldaşlar, diqqətlə baxın. 30 dərəcə cənubi enliyində 50 dərəcə qərb uzanlar bastırmış şaquli rəyin kölgəsi 180 dərəcə azimutu göstərirsə, diqqətlə baxın, 30 dərəcə cənubi enliyində əgər 180 dərəcə azimutu göstərirsə, bu cənubu deməli bu günəş bunu hardan düşür? Şimaldan düşür. Günortadır burada. 12:00. Əgər günəş cənub yarımkürəsində bütün məntəqələrdə əgər hansı məntəqə olursa 180 dərəcəni göstərsə, burada saat 12:00-dur. Harda? Burada yox. Yəni belə deyək də, hansısa bir məntəqədə 12:00-dur. Günəşin zenitdə olan məntəqəsində 12:00-dur. Onu demək istəyirik. Aha, gecənin uzunluğu, diqqət eləyək. 7 saat 36 dəqiqədir. Biz gündüzün uzunluğunu tapmalıyıq. Yəni 23:60-dan çıxıram 7:36-na. Bu da eləyir nə? Deməli 16 24. Deməli, dəyərli yoldaşlar, 16 saat 24 dəqiqə nə var? 16 saat 24 dəqiqə 50 dərəcə qərb uzunluğunda, 50 dərəcə qərb uzunluğu, hər nəsə qərb uzunluğudur.
Saat 12:00-dur. Bu heç bu günortadır. Bildik. Niyə bildik? Çünki 180 dərəcəli azimuta düşür. 16 saat 20 dəqiqə, 24 dəqiqə isə bu nədir? Gündüzün uzunluğudur. Gündüzün uzunluğu. İndi biz nə edirik? Əgər axşam tapmaq üçün biz mütləq şəkildə bölməliyik 12-yə. 8 nə? Neçə? 12, 8, 12. Çünki niyə? Səhərdən günortaya qədər günün birinci yarısıdır, günortadan axşama qədər günün ikinci yarısıdır. Biz deməli bildik ki, bu demək 8 saat 12 dərəcədir, günün birinci və ikinci yarısı ayrıqdır. Bunu dərəcəyə çevirməliyəm. 8 saat 12 dərəcəni dərəcəyə çevirəndə eləyir 120, deməli 8 12-ni aşağıdakını 15-ə vururam, eləyir 120. Yuxarıdakını bölürəm 4-ə, eləyir 3. 123 dərəcə. Bu da 123 dərəcə. Deməli, axşam deyiləndə 123 dərəcə şərqə getməliyəm, səhər deyiləndə 123 dərəcə qərbə getməliyəm. Gecə yarı deyirsə, deməli bu zaten bunun 30 dərəcə, 50 dərəcə qərb uzunluğunun əks meridianıdır. Eləyir 130 dərəcə şərq uzunluğu. Bu gecə yarıdır və heç. 123 dərəcə gələndə səhər, görək nə eləyəcək səhər. Deməli 173 dərəcə eləyəcək. Aha. 123 dərəcə gedəndə ekvator keçəcək də bu tərəfə eləyəcək nə? 73 dərəcə. Düzdür? 73 dərəcə şərq uzunluğu. Deyək ki, bunların uzunluğunun yerləşdiyi saat quşağını tapın. Aha, saat quşağını tapmaq üçün artıq burada biz nə edirik? Demək, hər birinin saat quşağını rahat şəkildə tapa bilərik. Deməli, bir dənə qələmimiz işləsin. Əla. Axşam 73 dərəcə şərq uzunluğu neçənci saat quşağında 73-ü bölürsən 15-ə eləyir 4, onda bunun bir də üstünə gəlirsən eləyir 5. Aha, 5-dir. Ya A-dır, ya D-dir. Sonra nə edir? Səhər deyir. 173 dərəcə qərb uzunluğunu tapmalıyıq. 173-ü bölürük deməli 15-ə, o da düşür nə? Düşür deməli 11, qalıq 7,5-dən böyüksə 12-ci saat quşağıdır. Elə bu 100% A variantı olacaq, dəyərli yoldaşlar. Heç vaxt itirməyə dəyməz. 81 dərəcə 81 santimetrdən 9 santimetrə göstərdiyi təqdirdə ikinci xəritə haqqında fikirlər. Təbii ki, xəritədəki məsafə, sahə ilə miqyas nədir? Düz mütənasibdir. Yəni 81-dən 9 olubsa kiçilib də, böyle 81-i kök altında 9-a bölürəm, kök altına nə eləyir? 9. 9-dan da nə çıxır? 3. Deməli, miqyas 3 dəfə kiçilib. Aşağıda bir bölgənin xəritədə tutduğu ərazi təsvir olunur. Buna görə müvafiq hansı xəritənin miqyasının kəmiyyəti kiçik, generalizasiya çoxdur. Eyni bölgənin müxtəlif səhifədədirsə, böyük sahə böyük, kiçik sahə kiçikdir. Böyük səhifə, böyük sahə, baxın, diqqət edin. Eyni ərazidir. Hər hansı məsələn Göyçay müxtəlif səhifədə təsvir olunursa, böyük böyükdür, kiçik kiçikdir. Deməli, ən böyük miqyaslı budur, ən kiçik miqyaslı budur. Böyük bu, böyük miqyaslı, kiçik miqyaslı. Miqyasın kəmiyyəti ən kiçik olan 3-də olacaq. Çünki böyük miqyaslıdır. Generalizasiya çox olan isə 5-də olacaq. 3 və 5. Doğru ifadələri müəyyən edin. Düzdür? Aha. Gəlin baxaq. Deyir ki, Çimboraso vulkanı Kotopok vulkanından daha cənubda yerləşir, düzdür. Kuril adalar konvergent, deməli, belə deyək, Saçdokun odlu qövsüdür də, düzdür. Yəni qövsü var adalardır. Padanovalı geotermik, Padanovalı geoskun ərazilərdədir. Pillə kiçik, qradiyent böyükdür. Qradiyent kiçik ola bilməz. Sonra mütləq hündürlüyünə görə ən böyük Mauna Kea ya nisbi hündürlüyü nədir? Müasir okeanlar Kriptozoionda yox, Fanerozoon Mezozoonda. Meseta yaylası Meksikada yeni dəstəliyə görə bəli. Orada da var. Orada da var. Deməli, İspaniyada da var, bu Meksikada da var. 1-2-6. Geotermik pillə 1 dərəcəmiz A məntəqəsində nə qədərdir? 18 metrdir. Burada isə B məntəqəsində 1 dərəcəmiz 24 metrdir. Əla. Nədir? 9 metrdən temperatur fərqini tapın.
İndi mən yazıram 1 dərəcəmiz 18 metrdirsə, bəs 900 metr nə qədərdir? X bərabərdir, görək dərəcə fərqi nə qədərdir? 900-ü nəyə bölürəm? 900-ü bölürəm 18-ə. Elədi 50 dərəcə budur. Burada yenə də 1 dərəcə bilmədik. 1 dərəcəmiz Selsi 20, 1 dərəcə Selsi deyək daha bu Selsidir. 24 metrdirsə, bəs 900 metr nə qədərdir? X bərabərdir. 900-ü nəyə bölürük? 900-ü bölək 24-ü. Elədi 37 tam onda 5. İndi 50 çıxaq 37 tam onda 5 nə elə dəyərli yoldaşlar? 12 tam onda 5. Normalda 1 ton deməli uranın tərkibində 200 qram saf uran var. 200 qram və ya 0,2 kiloqram. Bu minvalla 5 ton qarışıq filizdən 1 kiloqram saf uran çıxır. 1 kiloqram. Əgər bunu bilərək 5 tondan 1 kiloqram çıxırsa, 11,5 kiloqramı nədən alınır, onu bilməliyik dəyərli yoldaşlar. Görək neçə tonlandır. O da 11,5-i də elə 5-ə vuranda nə eləyəcək? Deməli 57,5. Yenə də gəldik nəyə? Hansı ifadə yanlışdır? Geoloji quruluş deməli doğrudur. Geoloji quruluş xəritələr tematik deməli səhvdir. Çünki nə üçün? Kompleks. Dejnev 18-ci əsrdə yox, 17-ci əsrdə bunu fəth elədi. 18-ci əsrdə Vitus-Bering yedi bu ərazilərə. Siyasi coğrafiya, iqtisadi coğrafiyanın yeni sahəsi, iqtisadi yox, fiziki, iqtisadi coğrafiyanın yeni sahəsi doğrudur. Bağışlayın. 9 bütöv 24 yarımçı. 24 yarımçı 12 bütöv eləyir. 12 üstəgələ 9 elədi 21. 21 bütöv dama 5,25 cm edir. Düzdür. 1 santimetrimiz 4 damadır. Marşrut planlaması bir neçə nöqtəni aparırlar. Bəli. Əhalinin sıxlığı ümumi coğrafi deyil, tematikdir. 3, 4, 5 D variantı. Bu antiklinal və sinklinaldır. Çökmələr sinklinar, qalxmalar antiklinaldır. Təbii ki, biz burada nə platforma ərazi yox, geoskin ərazilərdən danışmalıyıq. Deməli, mütləq şəkildə bunlar dağlıqdır ikisi də. Aha, Qərbi Sibir platforma, Tibet yaylası ikisi də yayladır. Baxın, Kür ərazi ovalığında geoskinalın çökməsidir. Meksika yaylasında geoskinalın qalxmasıdır. C variantı. Cədvəl əslində doğru olmayanı müəyyən edin. Doğru olmayan dəyərli yoldaşlar, baxaq. Dəqiqə. Naska və Kokos deməli Galapagos. Burada problem doğru demək ki olmayanda problem yoxdur. Bir dəqiqə doğru olmayan deyir də. Olmayan, bəli. Naska ilə Kokosun ayrılmasından Galapagos. Şimali Amerika, Avrasiya ilə İslandiya. Bu da düzdür. Cənubi Amerikanın Afrikada bu Folklend qətiyyən ümumiyyətcə sərhəddə yetişmir. Sakit okeandan Hind Avstraliyada Fiji problem yoxdur. Fiji, Yeni Zelandiya. Hind Avstraliya ilə Antarktida, Tasmaniya ümumiyyətcə sərhəddə yerləşmir. Səhv. Afrika ilə Şimali Amerika, Kanar qətiyyən. Mesela Kanar Afrikanın öz şartının üzərindədir. Kanarda, Madeirada. Sərhəddə deyil, Afrika Litosi tabelasının daxilində yerləşən divergentdədir. Nə oldu? 3, 5, 6 oldu, səhv etmirəmsə. Nə deyir burada? Cənubi Amerika litosfer tavasının deməli, yanlış olanı hesab edilə bilər. Litosi tavası qərb istiqamətə gedir, düzdür. Ümumiyyətcə, Cənubi Amerika, Şimali Amerika sakit okean qərbə doğrudur. Paska adaları bu tava üzərində yerləşən ölkə aiddir. Hə. Paska adası Çilində, bura yerləşir, düz deyir. Afrika tavası ilə Armazonun Voznesini, Tristan da Konya, Müqəddəs Yelena, düz. Atlantik okean ən dərin nöqtəsi, yəni Puerto Rico 8742 burada yox, Şimali Amerikadadır. Litosi tavasında şərq və qərb istiqamətində geotermik pillə böyük, kiçik olmalıdır. Çünki şərqində də, qərbində də tektonik zona var. Sərhəd var, səhv. Material tipli yer qabına malik kiçik tava ilə sərhəddir. Material tipli yer qabına malik olan kiçik tava Ərəbistanda, Ərəbistandan bununla sərhəddə deyil. Ancaq Kokos, Naska, Karibdə orada okean tipli yer qabına malikdir. Səhv. 4, 5, 6 səhvdir. Yanlışdır. Takana vulkanı yeni dərsliyə görə vulkanın qərb yarımkürəsində yerləşir. Bəli, Meksikada. Düz. Yanlış axtarırıq.
Chiapas dərsində. Çox üzlü pressa topoqraf xəritələr ola bilər, düz. Ahqar Tibet, Darfurda zəngin uran, düz. Aralıq dənizinin və İran küləyin sahəsi azalır, düzdür. Əndəlüs dağları şimaldadır. 37-38 dərəcə şimal enliyi, şərqdə deyil. 3 dərəcədə qərb uzunluğudur. Şimal və qərb yarımkürəsindədir. C səhvdir, dəyərli yoldaşlar.